Ağdam Azərbaycanın tarixində, mədəniyyətində və Qarabağın taleyində xüsusi yer olan bir şəhərdir. Uzun illər işğal altında qaldıqdan sonra bugün Ağdam yenidən dirçəlir. Ağdam şəhəri 1-ci Qarabağ müharibəsi zamanı 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdı. Lakin Vətən müharibəsinin sonunda 2020-ci il noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanata əsasən noyabrın 20-sində Ağdam rayonu Azərbaycana qaytarıldı. 2021-ci il mayın 28-də prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoydu. O vaxtdan etibarən Ağdamda geniş miqyaslı tikinti və bərpa işlərinə başlanıldı. Şəhərin ilk sakinləri olacaq 104 ailə yaxın günlərdə doğma yurdlarına yola salınacaq. Ümumilikdə isə 2026-cı ilə qədər Ağdama 20-25 min nəfərin köçürülməsi planlaşdırılır. Tikinti planına əsasən Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən və 100 min nəfərin yaşayacağı ölkənin 4-cü ən böyük şəhəri olacaq. Millət vəkili Aqil Abbas Şərq TV-yə açıqlamasında Ağdamda geniş miqyaslı tikinti işlərinin aparıldığını söyləyib. İndi Ağdamda böyük tikinti işləri gedir. Demək olar ki, ayda bir-iki dəfə mən gedirəm, baxıram, tanış oluram. Artıq bir çox binalar hazırdır və adamların köçürülməsi prosesi başlayır. Allah uğurlu xeyirli eləsin. Ağdamda möhtərəm prezident 100 minlik bir şəhər tikir, amma mən inanıram ki, Ağdam 100 mindən məhz daşmayacaq. Ağdam Büyük Qarabağın paytaxtıdır. Tüm Qarabağa gedən yollar Ağdamdan keçir və Ağdam çörəkli və bərəkətli yerdir. Torpağı da qızıldır, adamları da zəhmət yaşadır. İnanıram ki, Ağdam böyük bir şəhər olacaq, çox böyük bir şəhər olacaq. Siz də köçəcəksinizmi Ağdama? Mən müraciət eləmişdim birincilər sırasında, dedilər ki, Ağdamdan gəlib gedirəm. Başqa deputat var Gəncədən, oradan gəlib gedirlər. Mən də nümunə alacağım ki, deputat ailəsi ilə köçdü Ağdam. Çodağlı bir ev versələr, dədəmələlər. Aybəniz Səfərova, Banu Çiçək Kalbalıyeva, Yusif Sultanoğlu, Şərq TV.